Vəllazi ca'ale'ş-şemse ziya'a ve'l-qamara nura. O Allah ki güneşi ziya etdi, ışıq. Amma ayı nur. Aya nisbətdə nur dedi, güneşə nisbətdə ziya. Niyə? Çünki ziya, ışıq elə bir şeydir ki, özündə hərarət var, istilik var, yandırmaq var. Buna deyilir ziya. Nurda bu yoxdur. Ona görə Allah Resulü namaz barədə dedi ki, "Vəs-salatu nur." Amma səbir barədə dedi ki, "Vəs-sabru ziya." Bəli, səbir işıqdır. İnsanın həyatında hər bir zülmət, qaranlıqda onun üçün işıqdır, lakin elə bir işıqdır ki, özündə hərarət var. Çünki səbir nəfsə ağır gəlir, yoxsa yüngül. Nəfsə ən ağır gələn şeylərdəndir. O hərarətə görə Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, "Vəs-sabru ziya." Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin dilində, kəlamında olan bəlağətə, fəsahətə bir dəlildir.